Bir gün ərzində Barselonada haralarda olduq və nə qədər pul xərclədik bundan danışacağam. Deməli, bizim səfərimizin əsas məqsədi İspaniyanın paytaxtı Madriddə idi. Amma düşündük, bu qədər yol gəlmişkən Barselonanı görməsək olmaz. Ona görə də 120 avroya gediş-dönüş qatar bileti aldıq və sübh tezdən yollandıq Barselonaya. Gün ərzində La Sagrada Familia, Barselona katedralı və Arc de Triomphe gördük. Şəhərin məşhur gotik məhəllələrini gəzdik. Qeyd edim ki, heç bir katedralın içərisinə girmədik, çünki zamanımız çox az idi, ancaq xaricdən görə bildik. Düzü Madridin səs-küyündən və tempindən sonra Barselona məndə tamam fərqli təəssürat yaratdı. Küçələr daha təmiz, daha sakit, insanlar daha çox mehriban görünürdü. Qiymətlər Madridlə müqayisədə daha münasib idi. Gün ərzində yemək və muzeylərə təxminən 60 avro xərclədik. Biz şəhəri hiss eləmək üçün hər yeri piyada gəzməyi seçdik. Taksilər biraz bahadır, amma 4 nəfər olanda xərci bölüşmək elə də baha başa gəlmir. Amma istədilən bir yerə metro ilə çox rahatlıqla getmək olur və yol yoldaşınız yoxdur deyə narahat olmayın. ChatGPT sayəsində hər yeri rahatlıqla öyrənə bilərsiniz. Gotik küçələri, möhtəşəm memarlığı, şəhərin ab-havasını hiss eləmək üçün mən tövsiyə edərdim ki, piyada gəzin. Gotik küçələri gəzəndə çox fərqli, maraqlı mağazalar gördük. Təəssüflər olsun ki, bizim çantada yer yox idi, alış-veriş eləyə bilmədik. Burada məsələn gördüyünüz hər şey şamdır, şamdan ibarət idi. Və günün sonuna doğru gəldik, sağollaşdıq məcburən Barselona ilə. İkimiz də peşman idik ki, niyə daha çox qalmadıq Barselonada. Bir gün mütləq bu şəhəri yenidən görmək istəyərəm. Bəs siz İspaniyada ən çox hansı şəhəri görmək istəyərdiniz?